Xristianlıq haqqında danışanda adətən bizim yadımıza katolik və pravoslavlar düşür. Belə ki, onlar İsa Peyğəmbərin mahiyyətini Allahın mahiyyətinin tərkib hissəsi bilir, ona oğul Allah deyirlər. Bu əkamlar sisteminə üç umum deyilir. Lakin bu əkamları bölüşməyən xristian məzhəbləri də var ki, ilk beşini nəzərinizə çatdırılır. 1. Gnostiklər. 1-ci, 2-ci əsrlərdə İskəndəriyyə və yaxın şərqdə yayılan bu məzhəb əsas fikirlərini Allahın dərki üzərində qururdu və onlara görə İsa düşüncə illüziyası və yaxud ruhi bir varlıq idi. 2. Aryançılar. 4-cü, 5-ci əsrlərdə Romada sürətlə yayılan bu məzhəb hətta Konstantindən sonra düz 2-ci variantə qədər Romanın dövlət məzhəbi olmuşdur. Barbarların da, o cümlədən Attila ilə gələn Hunların da bir hissəsi bu məzhəbə sitayiş edib. Onların fikrinə görə İsa Məsih olsa da, Allahın oğlu olsa da heç bir ilahi mahiyyətə malik deyildi. 3. Pavlikiyanlar. 6-7-ci əsrlərdə Atropatenada yaranan bu məzhəbin banisi Pavel idi. Lakin onlar dünyanı xeyir və şər hissələrdən ibarət olduğunu hesab elədiklərinə görə onlar İsa Məsihi Məsih olaraq qəbul etsələr də belə Allahın mahiyyəti kimi qəbul etmir, əksinə xeyir missiyasını üstlənən bir qurtarıcı kimi təsəvvür edirdilər. 4. Katarlar. 12-ci əsrdə Cənubi Fransada yaranan bu məzhəb 1163-cü ildə Reyntlandlı Ekbert tərəfindən belə adlandırılmışdı. Mənası pişiyə sitayiş edən deməkdir, şərə sitayiş mənasında. Öz adları Boqomillər idi. Onlar İsanı nə Allahın oğlu, nə də ki, Allahın mahiyyəti hesab etmir, Məsih olduğunu qəbul etsələr də belə Peyğəmbər olduğunu göstərirdilər. Və ən nəhayət 5 unitaristlər. Bunlar 16-cı əsrdə Martin Sellarius tərəfindən Almaniyada yaradılmışdılar. Lakin sonraki dövrdə başqa ölkələrdə də yayıldılar, indi də davam edirlər. Onların fikrinə görə İsa adi Peyğəmbər olmuş və xilaskar rolunu ifa etmişdir.